Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxaq inşallah. Poliqrama aid olan bir sualdır. Suala keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə həm mövzuların geniş izahı, həm də qısa videolar paylaşılır uşaqlar. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. İndi keçən uşaqlar sualın izahına. Deyək uşaqlar ABCD poliqramdır. Burada DAB, yəni bu bucaq 55 dərəcədir. FKB bura 25 dərəcədir uşaqlar. Bizə deyir ki, bu bucağı tapın, alfa bucağını. Biz uşaqlar bilirik ki, əgər baxın bu A bucağı ilə C bucağı hökmən bir-birinə bərabər olmalıdır və həmçinin baxın bu A ilə D, yəni bir tərəfə sökülən bucaqların cəmi neçə olmalıdır uşaqlar? 180 dərəcə olmalı. Onda bura 125 olacaq. Əgər bura 125-dirsə uşaqlar, burada 125-dir. Hə, bura 125-dirsə, baxın burada bir üç bucaq yanıdır. Uşaqlar, baxın bu üç bucağa görə baxsaq, bu üç bucağa baxsaq. Gəlin məsələn bax bu şəklini burada çəkirəm mən. Belə bir üç bucaq yanıbdır deyək də. Deyək ki, biraz kör bucaqlı olmadı. Gəlin biz bunu eləyək ki, kör bucaqlı olsun. Baxın belə bir üç bucaq olsun inşallah. Bizə də deyək ki, baxın belə buranı uzadıblar, bizdən buranı soruşur. Burayla uşaqlar bax bura bir-birinə bərabər. Çünki qarşılıqlı bucaqlar. Onda burada bir alfadır. Onda mən buranı tapsam, oranı tapmış olaram da uşaqlar. Hə, bura 25-dir, bura 125-dir. Burada alfa biz bilirik ki, bu üçüncü cəmi neçə dərəcə eləməlidir? 180 dərəcə. 125 üstə gəlsin 25, bu eləcək 150 bərabər 180 dərəcə. Burada alfa da bərabər olacaq. 180-dan da 150 çıxdığımız zaman cavabımız olacaq 30. A variantı.